Əksər insanlar streslə mübarizəni iradə məsələsi hesab edir, amma reallıq fərqlidir. Bu ilk növbədə bioloji reaksiyadır. Stres anında beyin təhlükəni prioritetləşdirir və diqqəti sürətlə həmin istiqamətə yönəldir. Bu zaman analitik düşünmə arxa plana keçir. Reaksiya sistemi isə ön plana çıxır. Yəni problem bizim zəifliyimiz deyil, beynin qoruma mexanizminin aktivləşməsidir. Bəs bu vəziyyətdən çıxmaq üçün nə etməliyik? Bədənimizdə vagus siniri adlı güclü bir tənzimləyici sistem var. Bu, beyinlə bədən arasında ən vacib əlaqə xətlərindən biridir. Stres zamanı orqanizmdə kortizol və digər gərginlik reaksiyaları artır. Amma biz düzgün siqnallar göndərsək, bədən sakitləşmə rejiminə keçə bilir. Bu, sehir deyil, sinir sisteminin fizioloji cavabıdır. İndi sizə dərhal təsir göstərən iki praktik metod. Birincisi, soyuq stimul, diver reaksiyası adlanır. Üzünüzü və ya biləklərinizi soyuq su ilə təmas etdirin. Bu, sinir sisteminə yavaşla siqnalını göndərir, ürək ritmini tənzimləyir və gərginlik azalır. İkincisi isə periferik baxış, yəni diqqətinizi bir nöqtədən ayırın və baxış sahənizi genişləndirin. Başınızı tərpətmədən sağ və sol kənarları eyni anda görməyə çalışın. Bu, beyinə təhlükənin keçdiyi siqnalını verərək gərginliyi azalda bilir. Gördüyünüz kimi stres idarə olunmayan bir qüvvə deyil. O, düzgün başa düşülmədiyi üçün idarə oluna bilmir. Siz bu mexanizmi tanıdıqca reaksiya verən deyil, vəziyyəti yönləndirən bir tərəfə çevrilirsiniz. İndi özünüzə baxın. Gərgin anlarda ilk reaksiya harada yaranır? Bədəndə yoxsa düşüncələrdə? Cavabınızı yazın, birlikdə analiz edək.